Bir dənə örnək deyim, hal-hazırda girib sosial mediadan da baxa bilər, yəni dediyimi təsdiq eləyə bilər. Mən bundan əvvəl işlədiyim universitetdə, Ostim Texnik Universitetində Azərbaycandan attestatla qəbul elədiyim Nicat Mehdiyev deyə tələbəm vardı. Burada müəyyən səbəblərə görə bal yığa bilməmişdi. Mən onu qəbul eləmişdim attestatla. Hal-hazırda Ostim Texnik Universitetindən məzundur, orada da işləyir. İşləməyi buraxın, bu gün proyekti Silikon Vadisində qəbul edilib və hal-hazırda Amerikada Silikon Vadisindədir. Savadsızdır bu. Universitet də bu paylaşımı bu gün eləyib, elə buraya gəlməmişdən qabaq görmüşdüm. Bəs Bəxtiyar müəllim, nə qədər attestatla gedib xaricə qayıdanlar var, onlar da deyirlər. Elə bu gözəl sualdır və doğru sualdır Rızvan müəllim. Elə buradakı məsələ də budur da, gedənin çox az hissəsi məzun olur. Elə bizə də bu lazımdır əslində ki, gedənin çox az hissəsi məzun olsun ki, keyfiyyətli kadr gəlsin Azərbaycana. Bəs mənim də dediyim odur ki, əgər bu uşaq Azərbaycanda bir şey qatıra bilmirsə, onu necə xaricə göndərir? Bu uşağa necə etibar edeyim mən? İndi mən deyim də sizə, gözəl sual verirsiniz, mən bunu açıqlayayım. Mənim fikrimcə olsa, mən Azərbaycanda Dövlət İmtahan Mərkəzini yığışdıraram, mərkəzləşdirilmiş bir sistem eləmərəm, mən attestatla uşaqları universitetə qəbul eləyərəm. Amma universitetdə o qədər keyfiyyətli təhsil olar ki, qəbul olan hər kəs məzun ola bilməz. Yəni, valideyn də başa düşər ki, əgər bu uşağın potensialı yoxdursa, bunu göndərməmək lazımdır. Və bu dəfə sistem dəyişəcək, uşağı peşə məktəbinə yönləndirəcək, bəlirli ixtisaslara yönləndirəcək. Amma bizdə bu günlərin xaricdə təhsilə də yönəlmənin əsas səbəblərindən biri nədir? Bizdə bütün cəmiyyətdə belə bir düşüncə var ki, mənim övladım mütləq universitet oxumalıdır. Ali təhsil almalıdır. Yəni bu, baxın, bu xaricdə təhsil şirkətin... Yoxsa bravoda işləyə bilməz. Qoy müraciət edən hamısı alsın. Yenə də hamısı göndərək xaricə. Bunların zaten bir reallıq var. Bu günlərin möhlət hüququnun verilib verilməməsində də. Bu 30 yaşına qədər möhlət hüququ var. Yəni bir tələbə, yəni bir insan 30 yaşına qədər əsgərliyə çağırılır. Bu 4 ildə, 5 ildə bakalavr oxuyub bitirməyəcəksə, gəlib əsgərliyin gedib çəkəcək də. Yəni bu onsuz da qaçışı, yəni əsgərlikdən qaçım deyə xaricdə təhsilə gedən insanın da məntiqi bir başqadır. Maksimum ölkəyə qayıdabiləcək axtarılışa və 4-5 il yayına biləcəksən də. Yəni bu müddətdə sən əgər bu təhsili alıb bitirməsən, bu pillədən məzun ola bilməsən, əvvəl-axır əsgərliyə gedəcəksən. Bunun qarşısı alınmalıdır. Məncə bakalavr pillələri üçün, özəlliklə bakalavr pillələri üçün ciddi nəzarət mexanizmi yaradılmalıdır. Çünki bu günlərin cəmiyyətdə belə bir algı var. Heç kim övladın indirinə xaricə göndərmək istəyir. Nə əsgərliyə göndərmək istəyir, nə də